Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən EAHİQ elektron rezervasiya sistemi istifadəyə verilib. Elektron sistem vasitəsilə sanatoriya və istirahət mərkəzlərinə daha asan və rahat şəkildə yollayış əldə etmək mümkündür. Sistemə daxil olmaq digital login vasitəsilə aparılır. Bunun üçün asan imza və ya şəxsiyyət vəsiqəsinin FIN kodu müvafiq bölmədə qeyd edilir. Növbəti mərhələdə sistemdə 3 bölmə açılır. Birinci bölmə. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi məlumatları sistem tərəfindən avtomatik təyin edilir. İş yeri, əlaqə məlumatları və əgər varsa sosial həssas qrupa aid olması haqqında məlumatlar daxil edilir. İkinci bölmədə isə müraciət edən şəxs ailə üzvləri ilə birlikdə yollayış əldə etmək istəyirsə, ailə üzvünün şəxsiyyət vəsiqəsi, həmçinin iş yeri, əlaqə və sosial statusu haqqında məlumatları bu bölmədə daxil etməlidir. Üçüncü bölmə. Bu bölməyə şəxsin seçdiyi sanatoriya və ya istirahət mərkəzi, getmək istədiyi tarix və müddət daxil edilir. Prosedur yekunlaşdıqda təsdiq düyməsi sıxılmalıdır. Müraciət təsdiq olunduqdan sonra şəxsi kabinetdə ödəniş linki vasitəsilə yollayışın qismən dəyəri ödənilir və elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. Yollayışı əldə edən şəxs elektron yollayış və şəxsiyyət vəsiqəsi ilə yollayış tarixinə uyğun olaraq sanatoriya və ya istirahət mərkəzinə yaxınlaşa bilər.